Salam, Maliyyə 101 dərsinin 8-ci mühazirəsinə baxırsınız. Biz bu mühazirədə müxtəlif statistika anlayışlarından danışacağıq. Statistika ümumilikdə riyaziyyatın bir qolu hesab olunur və maliyyə biznes oxuyan tələbələrə adətən ikinci kursda 1 illik kurs vasitəsilə öyrədilir. Aydındır ki, biz maliyyəyə giriş dərsində bütün bu statistik kursları, bütün bu statistik anlayışları əhatə edə bilmərik. Amma ən çox istifadə olunan anlayışların üstündən tez bir şəkildə keçə bilərik. Maliyyə nəyi öyrənir? Bir sual götürək. Tutaq ki, bir sorğu keçirmişsiniz 3000 nəfər arasında və sizə maraqlıdır ki, 10.000 nəfər əhalisi olan bir qəsəbədə bu sorğu nə qədər keçərlidir? 3000 nəfər 10.000 nəfərlik əhalinin 30%-dir, yəni kifayət qədər keçərlidir deyə bilərsiniz. Amma yox, bu sorğu 1 milyon nəfərlik şəhərdə keçiriləndə daha az keçərli olacaq, çünki əhalinin daha az hissəsini əhatə edir. Maliyyəyə harda rast gəlinir? Şirkət idarəetməsində əsasən marketinq işlərində istifadə olunur statistikadan. Çünki hər hansısa bir məhsulu bazara buraxmazdan əvvəl adətən əhali arasında bir sorğu keçirilir və əhalidən soruşulur ki, belə bir yeni məhsula ehtiyacları nə qədərdir? Bundan başqa dövlət idarəetməsində əhalinin rifahının müəyyənləşdirilməsində, müxtəlif siyasi qərarların verilməsində statistikadan istifadə olunur. Banklar və kreditorlar statistikadan riyazi modellərin qurulmasında istifadə edirlər. Faizləri necə müəyyənləşdirirlər və yaxud da sığorta məhsullarını necə qiymətləndirirlər. Bunlar statistik və riyazi modellər əsasında hesablanır. İnvestorlar isə əsasən derivativ, biz keçən dərslərdə danışmışdıq derivativlərin qiymətləndirilməsində statistik modellərdən istifadə edirlər. Maliyyədə riyazi modellərin rolu, ümumiyyətlə maliyyədə qərarlar iki cür verilə bilər, kəmiyyət qərarları və keyfiyyət qərarları. Ekranda görmüş olduğunuz düstur portfelin riskini hesablamaq üçündür. Siz bir səhmi portfelinizə əlavə etməzdən əvvəl belə bir hesablama apara bilərsiniz ki, görəsən portfelin ümumi riski necə dəyişəcək. Bu olacaq kəmiyyət qərarı. Yox, əgər sizin stokdan həmin səhmdən çox xoşunuz gəlirsə və belə hesab edirsinizsə ki, səhmin qiyməti qalxacaq, heç bir hesablama aparmadan da həmin səhmi öz portfelinizə əlavə etmiş ola bilərsiniz ki, bu da keyfiyyət qərarı olacaq. Heç bir riyazi düstur olmadan, heç bir statistik hesablama aparmadan qərar vermişsinizsə, bu keyfiyyət qərarıdır. Statistik göstərilərdən biri orta göstəricidir. Bunun adı mean-dir. Mean bildiyiniz orta hesabla nə nəzərdə tutursa, mean də onu nəzərdə tutur. Məsələn, Kanadada ortalama insanların 10-40 min nəqd vəsaitləri olur. Bunu tapmaq üçün heç də hamının bir-bir gedib nə qədər pulu var soruşulmur. Müəyyən bir qism əhali seçilir, onlar arasında bu sorğu aparılır və daha sonra da bütün əhali üçün 35 milyonluq Kanada əhalisi üçün bu statistik göstərici müəyyənləşdirilir. Maliyyədə bu orta göstərici necə istifadə oluna bilər? Məsələn, siz bir şirkəti analiz edirsiniz və görürsünüz ki, onların son 4 il üçün satış artımı 3%, 10%, daha sonra 0% və 7% olmuşdur. Və siz indi müəyyən etmək istəsəniz ki, gələn il bu şirkətin satış artımı nə qədər olacaq? Siz bu zaman bu 4 ədədin ortalamasını götürə bilərsiniz. Bu ədədlərin cəmi 20 eləyir və siz 20-ni 4-ə böləndə 5% alırsınız. Və siz öz maliyyə analizində belə bir qənaətə gələ bilərsiniz ki, sizin hesablamanız üçün gələn ilin satış artımı məhz 5% olsun. Bundan başqa standart deviyasiya var. İngiliscə buna standard deviation deyilir. Standard deviyasiya orta göstərici əsasında digər göstəricilər nə qədər yaxındır və nə qədər bir-birindən aralıdır, bunu öyrənir. Məsələn, sarı seçilmiş qrafikə baxsanız, bu sarı xətt görərsiniz ki, dəyişənlərin çoxusu orta göstəriciyə yaxındır. Amma yaşıl xəttdə siz ekstrem dəyişənləri də görə bilərsiniz. Bu yaşıl xəttin görürsünüz ki, dəyişənlər sol və sağ cinahlarda kifayət qədər tez-tez rast gəlinir. Bu ölçü standart deviyasiyadır. Maliyyədə bundan volatilliyin ölçülməsi üçün istifadə olunur. Yəni standart deviation maliyyədə volatility deməkdir. Məsələn, risk konsepti kimi buna götürsək, hər gün 10% dəyişən qiymət adətən hər gün 1% dəyişən qiymətdən daha risklidir. Məsələn, bunu siz belə hesab etsəniz, bu qiymət dəyişimidir və orta hesabla qiymət dəyişimi 1%-dir
və yaxud da 10%-dir. 10% olanda görürsünüz ki, qiymət dəyişimləri daha çox cinahlarda olur. Yəni cinahlarda dəyişənə kifayət qədər çox rast gəlinir. Eyni zamanda dediyimiz kimi derivativ instrumentlərin qiymətləndirilməsində də volatillikdən istifadə olunur. Eyni zamanda bir VIX indeksi də var ki, bu bazarda əsasən də S&P 500 şirkətlərinin nə qədər volatil olmasını hesablayır və növbəti 6 ay üçün volatillik göstəricilərini nəzərə alır. Görürsünüz ki, son mart ayının sonunda İran müharibəsi fonunda volatillik kifayət qədər qalxıb və 31%-ə çatıbdır. Eyni zamanda 2020-ci ildə Covid böhranı zamanı volatillik kifayət qədər qalxmışdı və 2008-2009-cu illərdə maliyyə böhranı zamanı da bazarda volatillik yuxarı səviyyədə idi. Korrelyasiya maliyyəçilərin istifadə etdiyi digər bir anlayışdır. Bu iki dəyişən arasında əlaqə nə qədər güclüdür onu ölçür. Adətdə qiyməti -1 və 1 arasında olur. Müsbət korrelyasiya olduğu zaman bir dəyişənin qiyməti yuxarı qalxdıqca digər dəyişənin də qiymətinə müsbət təsir edir. Bəzən sıfır korrelyasiya olur ki, iki dəyişən bir-biri ilə heç əlaqəli deyil. Mənfi korrelyasiya isə bir dəyişənin qiyməti qalxdıqda digərinin qiyməti azalır. Birinin qiyməti azaldıqda isə digərinin qiyməti artır. Bu zaman müşahidə olunur. Korrelyasiyanın tətbiqindən danışaq. Portfolyo nəzəriyyəsinə əsasən biz öz portfelimizə yeni səhmlər əlavə edərkən portfelimizdə mövcud olan instrumentlərlə daha az korrelyasiyası olan səhmlərin seçilməsini istəyirik. Məsələn, deyəlim ki, sizin bir səhminiz var, hansının ki sizin fikrinizə görə gözlənilən qazancınız 15% olacaq və siz başqa bir səhm tapmışsınız, onun da gözlənilən qazancı 15% olacaq. Siz bu yeni səhmi o zaman portfelinizə əlavə edəcəksiniz ki, sizin birinci artıq portfelinizdə olan səhmlə bunun əlaqəsi az olsun. Çünki istəyirsiniz ki, biri qalxanda o birisi düşsün, biri düşəndə o birisi qalxsın. Yəni, maliyyə nəzəriyyəsinə əsasən bu düstura uyğun olaraq sizə sərf edir ki, onlar arasında əlaqə az olsun ki, ümumi portfelin riski də daha aşağı olsun. Biz növbəti dərslərdə portfolyo nəzəriyyəsindən danışsaq, bu düsturu açacağıq və o zaman görəcəksiniz ki, ən yaxşı hal o zaman olur ki, bu düsturdakı ROE, yəni korrelyasiya rəqəmi ya 0 olsun, ya da mənfi olsun. Çünki iki səhm bir-biri ilə yüksək korrelyasiyaya sahib olanda bu ümumi portfelin riskinin artmasına gətirib çıxarır. Eyni zamanda riskin idarə olunmasında da korrelyasiyadan istifadə olunur. Məsələn, sizin 10 milyon avro satışınız gözlənilir və siz istəyirsiniz ki, bu riski necəsə azaldasınız. O zaman siz bazarda avronu sata bilərsiniz. Yox, əgər avro sata bilmirsinizsə, avro ilə ifadə olunan hər hansısa bir əmtəni və yaxud da səhmi də sata bilərsiniz. Çünki həmin səhmin və əmtənin avro ilə korrelyasiyası da yuxarı ola bilər. Beləcə, korrelyasiyadan riskin idarə olunmasında da tez-tez istifadə olunur. Bu dərslik bu qədər. Ümumiyyətlə, statistika texniki sahədir. Dediyim kimi, riyaziyyatın davamıdır. Ona görə lövhə olmadan, bu hesablamaları aparmadan bu anlayışlar haqqında danışmaq biraz çətindir. Amma ümid edirəm ki, müəyyən qədər bu anlayışlar haqqında təsəvvürünüz oldu. Növbəti dərsdə biz qiymətləndirmə üsullarından danışacağıq. Sağ olun.